Salam əziz müəllimlər, hər vaxtınız xeyir. Bugün laborant işə qəbul imtahanına düşən əsas mövzulardan olan təhsil qanunvericiliyindən, təhsilin formaları və təhsil alma formalarından danışacağıq. Belə ki, nədir təhsil formaları, təhsil alma formaları? Bunlar bir-birinə bənzəsə də ayrı-ayrı anlayışlardır. Təhsilin formaları Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təhsilin formaları bunlardır. Formal, qeyri-formal, informal. Formal nə deməkdir? Formal təhsil sonda məzunlara təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatan təhsil formasına formal təhsil deyilir. Məsələn, buna nəyə misal göstərə bilərik? Tutaq ki, 9-cu sinif şagirdi attestat alır, yəni imtahan verərək attestat alır. Buna deyilir formal təhsil. Yəni sonda təhsil haqqında dövlət sənədi verilir. Bu dövlət tərəfindən verilir. Yaxud da ki, 11-ci sinif şagirdi imtahanlarda iştirak edərək attestat alır. Buna da deyilir formal təhsil. Yaxud da ki, ali təhsil müəssisələrində, institutlarda, universitetlərdə, akademiyalarda məzunlara, yəni bakalavr məzunlarına, yaxud magistr məzunlarına diplomlar verilir. Dövlət tərəfindən diplomlar verilir. Bunlara da deyilir formal təhsil. Qeyri-formal təhsil nədir bəs? Qeyri-formal təhsil isə bax belə deyim də, kurslarda, dərnəklərdə, müəyyən müxtəlif dərnəklərdə iştirak edərək, məsələn, tutalım biz kursa gedirik, rus dili öyrənməyə və yaxud ingilis dili öyrənməyə və yaxud coğrafiya, biologiya öyrənməyə gedirik. Sonda bizə heç bir dövlət təhsil sənədi verilmir. Düzdür, ola bilər sertifikat verilər və s. və ilaxır. Yəni diplom verilmir, dövlət sənədi verilmir, təhsil haqqında dövlət sənədi verilmir. Buna deyilir qeyri-formal təhsil. Qeyri-formal təhsil forması. İnformal nədir bəs? İnformal isə, yəni informal sözünün mənası özünü təhsil yolu ilə deməkdir. Özünü təhsil. Yəni məsələn, hal-hazırda mən burada izah edirəm, siz dinləyirsiniz YouTube-da. Bu, yəni siz özünüz araşdırırsınız, öyrənirsiniz. Bu olur özünü təhsil, yəni özünüz məşğul olursunuz, özünüz öyrənirsiniz. Buna deyilir informal təhsil və sonda heç bir dövlət təhsil sənədi də verilmir informal təhsildə. Daha sonra keçək təhsil alma formalarına. Təhsil alma formaları bir çox formaları vardır. Əyani, qiyabi, distant, sərbəst. Distant sözünün mənası məsafədən deməkdir. Əyani təhsil nədir? Əyani təhsil, məsələn, bizim nümunə olaraq onu deyə bilərəm ki, məsələn, ümumi təhsil müəssisələrində təhsil əyani formada həyata keçirilir. Yəni, şagird evdə otursun, qiyabidir, təhsil müəssisəsinə gəlməsin, elə bir vəziyyət yoxdur. Ümumi təhsil müəssisələrində təhsil əyani formada həyata keçirilir. İstər ibtidai olsun, istər ümumi orta təhsil, istər tam orta təhsil müəssisələri. Yəni əyani formada həyata keçirilir. Qiyabi təhsil nədir? Qiyabi təhsil isə, yəni bir çoxlarımızın da bildiyi universitetlərdə qiyabi təhsil formaları da mövcuddur ki, hər semestrin sonunda müəyyən mövzuları hazırlamaqla imtahanlara hazırlaşaraq imtahanları vermək. Bu da müxtəlif səbəblərdən tələbələrin seçdiyi təhsil alma formasıdır. Bəs yaxşı, distant təhsil nədir? Distant təhsil adından da göründüyü kimi məsafədən təhsil deməkdir. Məsafədən təhsil, yəni distant təhsil də informasiya texnologiyaları və kommunikasiya vasitələri ilə həyata keçirilir. Məsələn, buna elə nümunə olaraq 2020-ci ildə karantin dövründə distant təhsilə keçirildi bir çox müəssisələrdə, hansı ki, müxtəlif kompüterlər, telefonlar vasitəsilə, smartfonlar vasitəsilə onlayn dərslərə qoşularaq distant təhsil forması həyata keçirilmişdir. Sərbəst təhsil nədir bəs? Sərbəst təhsilə belə bir nümunə deyə bilərəm ki, əziz müdavimlər,
belə bir nümunə deyə bilərəm ki, məsələn, uzun müddət təhsildən kənarda qalmış şəxsdir və yaxud da ki, bax görürsüz, biraz təzad yaranır. Biri var uzun müddət təhsildən kənarda qalmış şəxs, bir də var ki, çox istedadlı şagird, istedadlı bir insan, məsələn, 5-ci sinifdə oxuyur, lakin o qədər savadı, yüksək biliyə malikdir ki, o 7-ci sinifin imtahan verərək 7-ci sinifdə artıq oxuya bilir. Yəni 7-ci sinifin mövzuları, materialları ilə oxuya bilir. Yəni vaxtından əvvəl 1 pillə, 2 pillə, necə deyim, 5-ci sinifdən 7-ci sinifə keçmək. Bax bu sərbəst eksternal təhsilə nümunə ola bilər. Daha sonra isə deməli Azərbaycan Respublikasının təhsil qanunvericiliyində müəyyən olmuş təhsil alma formalarında evdə təhsil, fərdi təhsil və stasionar təhsil də təşkil oluna bilər. Evdə təhsil nədir? Evdə təhsil, tutalım ki, ümumi təhsil müəssisəsində təhsil alan şagirddir. Tutalım ki, 7-ci sinif şagirdidir. Səhhəti ilə əlaqədar təhsil müəssisəsinə gələ bilmir, davamiyyət pozulub, o təhsil müəssisəsinə gələ bilmirsə, onda dərsi tədris edən müəllim, həmin müəllim evə gələrək həmin şagirdin təhsili ilə məşğul olur, tədris edir, həmin mövzuları tədris edir. Bu da olur evdə təhsil. Bəs yaxşı, stasionar təhsil nədir? Stasionar təhsil, stasionar yəni yerləşən. Stasionar yəni bir var ambulator müalicə, bir var stasionar müalicə. Bu ambulator müalicəyə evdə müalicə alan şəxslərdir. Stasionar da xəstəxanada müalicə alan, xəstəxanada qalan şəxslər. Yəni bunlar aiddir. Hansı ki, məsələn, şagird stasionarda qalır, müalicə müəssisəsində, orada müalicə alır, təhsil müəssisəsinə gələ bilmir. Bu zaman həmin müəllim stasionara gələrək, yəni stasionar təhsillə məşğul olur, həmin mövzuları ona izah edərək tədrisi ilə məşğul olur. Bu da 21 gün ərzində təşkil olunur, maksimum 21 gün. Daha sonra təhsil müəssisələrindən də danışmaq olar.